telefona baxmaqdan. Bu mənzərə sizə də tanışdır, hə? Masa doludur, amma söhbət yoxdur. Çünki diqqətiniz yeməkdə deyil, yalnız telefondadır. Bəs bunun neqativ təsirləri nələrdir? Yemək zamanı telefona baxmaq qida yaddaşını zəiflədir. Bu da o deməkdir ki, mütəmadi acılıq hiss olunur və daha çox qida qəbul edilir. Qidalanma zamanı beyin, dad reseptorları, həzm sistemi birlikdə çalışır. Yəni, qəbul etdiyimiz qidanın qoxusunu, rəngini, dadını hiss etməliyik. Lakin telefona yaxud televizora, eləcə də digər elektron alətlərə baxanda diqqət yayınır. Belə olan halda doğru fermentlər ifraz olunmur və insan şüurlu şəkildə qida qəbul etməməklə yanaşı, eyni zamanda da belə halda qida qəbulu normal qida qəbulundan 30%-ə qədər daha çox olur və bu da artıq qida qəbuluna, artıq kaloriya və gələcəkdə müxtəlif çəki almaqla yanaşı xroniki xəstəliklərin yaranmasına səbəb olur. Əks təqdirdə qəbul edilən qida mədədə şişkinliyə, həzm olunmamasına, beləcə də onun tərkibindəki makro və mikro elementlərdən faydalanmamağa gətirib çıxarır. Burada psixoloji faktorlar da var. Məsələn, düşünürük ki, yemək yeyərkən telefona baxmaq sakitləşdirir və ya rahatlıq hissi verir. Lakin bu daha çox stres yaradır və bir müddət dopamin ifraz olunur. Lakin bu daha çox stres yaradır. Yaxşı olardı ki, gündə bir dəfə həm uşaqlar, həm valideynlər ekransız yemək yesinlər. Qayda olaraq da qoya bilərlər yemək vaxtı ekrandan istifadə eləməmək, həmçinin söhbətlər, qısa suallar vermək, uşağını tanımaq, bir-birləri ilə emosional bağ qurmaq üçün çox vacibdir. Yemək yeyərkən filmlərə, seriallara baxmağı daha çox sevirəm, vaxt keçirmək üçün. Mən yemək yeyəndə film izləyirəm ya da sosial şəbəkələrdə videolara baxıram belə. Artıq hər kəs telefona yönəlibdir, telefonla vaxt keçirir. Hətta birinə söz soruşanda fikir belə masada olmur. Telefon həyatımızı asanlaşdırsa da, bəzən ən sadə həzləri belə əlimizdən alır və sağlamlığımıza mənfi təsir göstərir. Çünki yemək yemək yalnız qarnımızı doyurmaq deyil, həm də həyat keyfiyyətimizə təsir edən bir prosesdir. Röya Salmanova, Vurğan Turabov, Telesəhər.